axırıncı dəfə botoksu biz nə vaxt olub? 1, 2 il, 3 il daha borçludur. Hə, çoxdan. Məsləhət görərəm botoks eləyəsiniz. Məsləhət görərəm yenə biraz dodaq eləyəsiniz. Məsləhət görərəm sizə. Bir də если что istəsəniz, buradan lipolitiklə facelifting deyirik biz ona, PR'dən. Bu brilyalarınız var sizin burada, P'lər var. Bunu arıqladardım, yəni götürərdim bunu və buradan dolğu ilə sizə aval düzəldərdim. Biraz üzünüz daha yığcam görsənərdi. Bir də mən sizə demək istəyirəm, mən gələn həftə uçuram. Ha, siz gedirsiniz. Mən gedirəm, çox sağ olun. Ona görə biraz vaxtım azdır. Çoxdan gəlməliydim, belim tutdu burada, amma bir mübariz vururdum mən 2 gündür. Bir dənə ampula qalıb, o ola bilər ziyanı? Yox, mənim prosedurlarım aydın. Siz mənim Kanadadan məni necə tapdınız? Mənim qızım tapdı. Hə, kimsə... O özü də həkimdir, koşminirolog. Nə gözəl. Burada, yoxsa Kanada? Orada, Kanada, bəli, Toronto şəhərində. Çox gözəl. Nəsə, məni ancaq həkimlər sevir, həkimlər tapır. Oradan zəngim, amma getdim, deyim, yox, getmirəm. Şoqul qaldı, gələn dəfə gələndə, yayda, gedərəm. Yolumuz astavlar, getmə, get gör. Məni bilirsiniz, siz Kanadadan nə qədər pasiyentim var? Çoxdur. Bütün, yəni, Azərbaycanlılar da orada çoxdur. Bura gələn, Kanadadan gələn Azərbaycanlılar da çoxdur. Hamısı da geçən prosedurlar edirlər, göndərirəm, deyirəm, bir ildən sonra mütləq gəlin, gözləyəcəm sizi. Mən biraz gec oldu, istəyərdim sizə prosedurunu. Problem yoxdur, onda bəlkə bu dənə botoksunuzu eləyin. Botoksu eləyin, bir də dodağınızı da eləyin. Bir də sizin nə vaxt uçuşunuz? 3-ündə, noyabrın 3-ündə. 3-ündə. Mən bilirəm, samolotu minəndə olmaz deyirlər, hə? O həmən gün olmaz. Məsələn, mənim bugün bir dənə Afrikadan pasiyentim vardı, qız oturub əlimin altına demir. Qutarandan sonra deyirəm ki, inşallah korreksiyada görüşərik. Deyir, mən Afrikaya uçuram bugün. Deyirəm, xanım deyərdiniz də, yəni bugün olunan günü biraz uçuş. O da deyir ki, yox, mən problemim yoxdur, sizə davirət edirəm, çıxdı, geçdi. Qorxusu yoxdur da. Qorxmuram dedi, prosto elə eləyin ki, korreksiya gəlmir. İndi mən də sizi elə eləyəcəm. Korreksiya vaxtımıza düşmür, amma elə eləyəcəm ki, korreksiya ehtiyacınız olmayacaq. Bir də mən sizə nə deyim, mənə Kanadada eləmişlər, Torontoda. Burada eləyə bilmədim. Mən düzü bunu istəmirəm, nəyə görə? Burada belə vupuklu qalır, heç xoşuma gəlmir. Orada mənə vurdular, birini bura, birini bura. Bilirsiniz necə dəyişmişdi? Açıldı. İndi mən sizə bir söz deyim. Bu qırışın ki, bura yığılmaq var, bu niyə yığılır? Buradan qırışları bloklayırıq, əzələlər aqressiv olur və o əzələ hardansa çıxmalıdır. İnsan istər-istəməz mimika, emosiya verməli. O gəlir, bura yığışır. O da 15 gün gözləmək lazımdır. 15 gündən sonra o emosiyalar itir səsini gedir, görsənmir. Daha o emosiyanı da demirəm. Məndə belə interesli qalmışdı. Burada belə, bəlkə o həkim belə vurub, yenizlə. Mən də olacaq. Bura vuracaqsın. Hə, vuracaq, bu qırışlarınız burada olmayacaq. Necə məsləhət verir?